Mastopatik düyünlərlə bağlı xanımlarımızda bir qorxu yaranıb ki, süd vəzində fibromatik düyünlər var. Yəni o bədxəstəli şişə çevrilmə ehtimalı varmı? Əməliyyat elətdirəkmi? Deyir elə müəyyən vaxtlarda müəyyən sancılar kürəyimizdən, sinəmizdən verir. Hansı həkimə gedir, deyir, gəl çıxardım, əməliyyat edeyim, çıxardım. Sizdə mən bildiyim qədərincə bunun müalicəsi var. Süd vəzində olan düyünlər. Ümumiyyətlə, Samir bəy, xoş xassəli düyünlər çox təəssüf ki, insanlarımızı xeyli qorxudurlar ki, harada düyün varsa, sən bunu kəstirməsən, bu bəd xassəliyə çevriləcək. Ona görə də insanlar çox narahat dediyin ki, əlini vurur, gənc xanımdır, əlini vurur, bura görür, burada bir düyün var, gedir, yoxladır, hər orada düyün var. Təzili kəstirməsən... Doktor, çox üzr istəyirəm, bəylərimizdə də olurmuş bu problem. Hər bir adamda ki, elə bir adam olmaz ki, onun istənilən yerində düyünlər yaranmaz. Daha çox sinədə olur da. Ən çox yaranan təbii ki, qalxanvari vəzdə yaranır, düyünlü zob deyirlər. Eləcə də süd vəzində mastopatiya deyirlər, düyünlər ola bilir. Və yaxud da ki... Hamısı eyni xarakterlidir. Yəni, xoş xassəli, ümumi belə gedir, xoş xassəli şişlər, xoş xassəli törəmələr. Yəni, o çox yarım santimetr də ola bilər, 5 santimetr də ola bilər. Yəni, ən əsası odur ki, ümumi xoş xassəli törəmələrə gedir. Və orada da yenə də qurbağa ilə müalicə möhtəşəmdir, çox gözəldir, çox gözəl effekt verir. Miyomaların müalicəsində, eyni zamanda mastopatiyaların müalicəsində, zob xəstəliklərin, bütün növ zob xəstəliklərin müalicəsində, yuxusuzluqda, braxial asmada, sonra klimaksı müalicəsində, oynaq ağrılarında, sağalmaz yaraların müalicəsində qurbağa ilə müalicə möhtəşəmdir. O cümlədən də süd vəzinin mastopatiyasında da çox gözəl effekt verir qurbağa ilə müalicə. Ən əsası bu adamlara mənim məsləhətim nədir? Bəzən gedirlər, kimyəvi maddələr içirlər. Kimyəvi maddələr ki, bu əriyəcək burada. Və yaxud da ki, müxtəlif vitaminlər qəbul edirlər ki, bəlkə də mən arıqam deyin, arıqlamışam deyin, bu inkişaf edir. Başlayır vitamini sonra